Nə işlə məşğulsan? Qardaşım işləmirəm. Bəs pullardan alsan. Sağ olsun yaxşı qaqalarda gəlirdə indi. Qaqaların şotuna dolansan. Qaqaların şotuna deyəndə belə tutmaz. Özün deyirsən, mən deyirəm, sən deyirsən qaqaların qaqalar Yəni, soğuk. yaxşı qaqalar göndərir, danışırıq da. Niyə göndərir? Səbəb nədir ki, hansı özəlliyinə görə? Bir iki dənə söhbətlər vardı, onlardan belə pakravat eləməyə, yəni belə tutaq. Hansı söhbətdə başa düşmədim. Şəxsi söhbətlər olur, pakravat eləmək üçün onlar. Sən bir şəxsi söhbət necə pakravat edirsən? Şəxsi söhbətdir bu. Kimsə anasının başının söhbəti, bu necə pakravat eləmək olur? Oy, mən kimsə anasının bahasını belə tutmasın. Şəxsi söhbət o söhbət gedir də, yəni başqa yaxşı, ümumi söhbət olub onda, düzdürmü? Başqa söhbət eləmiş, yəni söhbətimiz olur. Başqa nə, başqa söhbət nə ola bilər? Bəyən desən şəxsi, desən başqa. Başqa nə? Şəxsi şeylər gələk mən açıb da deməliyəm. Sən kimsə şəxsi söhbətini deyə bilməzdin axı, mən onu deyirəm. Deyək ki, bəlkə bir söhbət olub kimsə arasında, hə, onu mən pakravat eləmişəm. Prosta onu demək istəmirsən ki. Yəni belə tutaq da, yəni pul söhbətində olub. Mən o maraqlıdır ki, sənin danışıq qabiliyyətin hansı üzrə möhkəm, güclüdür ki, sən bu pul söhbət həll edirsən. Mən o maraqlıdır. Bayaq dedim də, indi belə tutaq, yaxşı qaqalar var, Allah şükür göndərir onları. Arkadaş, deyir, nəylə göndər, niyə göndər deyirsən, pul problemi həll edirəm. Mən belə başqa bir sənə də bəzi söhbətlər vardı, onları belə həll eləmişəm. Bu söhbətlər bağlamışam, Allah şükür. İzah edə bilmirsən. Esən? Sən necə söhbət edirlər? Sən 2 dəqiqənin içində bağlamaq olar. 10 yaş uşağı gətirirəm bura. Tanıdım 10 yaş, səncə o bağlayar o. Sən necə söhbət edirsən burada? Yaxşı. Mən birisi dostum durub 10 yaş uşaqla nə söhbət aparmaram. Eşsən mən. Nə də işte 10 yaş uşaqla durub nəsə söhbəti xırdalamaram. Mənim razılaşım yoxdur. Mənim onu deməkdən məqsədim budur ki, sənin danışıq qabiliyyətin yoxdur. Sən hansı danışıq qabiliyyətindən söhbət edirsən? Mən o maraqlıdır. Bizim pul temasını mən həll edirəm. Sən mənimlə burada söhbət edə bilmirsən. Padmantorda durum səninlə nə söhbət edeyim? Valla söhbət edən oğlan padmantorda da, telefonda da. Onda Allah padmantorda söhbətin yeri yoxdur yaxşı. Real bilsən kimlərlə danışırlar? Real bilsən kim hansı oğlanlarla danışırlar? Deyirəm ki, padmantorda söhbətin yeri yoxdur. Ha, yeri yoxdur da bura nə girmirsən? Mən burada adi söhbət edib dərdləşirəm sənə. Adi söhbət elə bilir, adi söhbət gedir. Söhbət sən eləməməlisən. Dərdləşmək üçün girmişəm bura. Bura dərdləşmək üçün girmişəm. Ağa dərdləşmə qəm verir, dərdləşmə. Yoxsa durub hansı söhbətə burada padmantor. Yoxsa durub burada bəzi söhbətləri padmantor arxasında eləmirəm. Tanımadığın insana dərdləşsən sən? Tanımadığın insan deyəndə Azərbaycanlıdır belə bir son dərdləşir. Azərbaycanlı o da Azərbaycanlı var ki, Azərbaycanlı var. Bundandır. Mənə görə mənim Azərbaycanlı sən tanımadığın insanla danışmırsan heç. Danışıram, mən dərdləşmirəm. Sən dərdləşirsən. Yox da, qoşulmuşuq bura söhbət eləyib. Burada sən onunla artıq söhbət eləsən, mən sənə ləzzət eləməz. Niyə artıq söhbət eləsən? Mən sənə artıq söhbət eləmirəm ki. Deyirəm də sənə. Mən artıq necə söhbət eləyə bilərsən? Elə görüm yaxşı. Görürəm sən deyəsən qaşınırsan, onda Allah deyir. Söhbət deyirəm. Mən durub burada kimsəyə söhüşləmirəm. Bəs salanda yəni artıq necə söhbət eləyə bilərsən məndən? Kişi durub burada söhüşləməz, padmantorda. Məndə deyil də.